Oğlum o qolundakı nədir sənin? Saat dayata nə olacaq görmürsən? Qolundakı nədir oğlum? Əşi məzələnirsən görmürsən saatdır. Oğlum qolundakı nədir? Əşi ta it yumurtasıdır, it yumurtası görmürsən saatdır. Ay ata bu nə dəftərçədir belə? Bugün 3 yaşlı oğlumla birlikdə oturmuşdum. Qolumda bir saat var idi. Oğlum mənə tam 32 dəfə soruşdu. Ata, qolundakı nədir? Və mən ona 32 dəfə eyni cavabı verdim. Bu bir saatdır oğlum. Hər dəfə sual verəndə mən onu qucaqladım. Təkrar. Heç əsəbləşmədim. Mənim balaca, gözəl oğlum. Yekə kişisən, mənə nağıl danışırsan, məni 1 yaşından atıb, getmirsən sən universiteti, qonşumuz Xaladenik ustası Vaqif dayı ata deyib dalımıza düşmüşdü mü? İndi 20 ildən sonra gəlib çıxmışsan, mənə burada nağıl danışırsan ki, 3 yaşında oğlumu bellədim, hellədim. Bugünkü mövzumuz Savun Vayeri haqqında. Kim idi o dədəsinin səsini çıxardan orada? Rəşad, kitabın hanı? Müəllim, kitabım yadımdan çıxıb qalıb evdə. Bəs özün niyə yaddan çıxıb evdə qalmamısan? Özüm də yaddan çıxıb qalmışdım və prost uşaqlar sumkasına qoyub gətirdim. Meyminlik eləmək çoşqa, çıx dərsi danış. Ay Allah, nə idi onun başlığı? Müəllim, yadımda deyil, prost onun başlığın bir dənə köməkliyin zəhmət olmasa. Savun Vaynerlərin storiesini izləyin. Əgər o babat bir adamın şəklini paylaşıb sizə qurban olum yazırsa, Savun Vaynerlər storiesi. Müəllim, o gün gecə başım nədən ağrıdısa, Allah qudurub dərs oxuya bilmədim. Keç rədd ol yerinə. Gələn dəfə dərsin səndən ikisini də soruşacağam. Müəllim, olar gedim bayra gəlim. Yox, tənəffüs nədən ötürüdür, gedərdin də bayra. Müəllim, olar Günay Nigar Sevda və Ayşəl Aynurla bayra gedəm gələm. Olar qızım, gedin. Do you love me? Do you love me? 15 sentyabr, məktəb açıldı. Bugün mənim ölüm günümdür. Dur ayağa! Aya dur, 8-15 geçib, dur sumkanı yığ məktəbə. Mama, 2 dəqiqə yatım dururam valla. Dur ayağa, 3 aydır yatırsan. Yatmaq istəyirəm. Yıxılama, dur! Ay Allah, 2 almışam, evə ətər gedəcəm. Görəm bunu cırırım. Aynur, qələmin var. Yaxındır. Allah qarnım. Müəllim, olar gedin bayra gəlin. Yox, olmaz. Sən bayra getmirsən, sülənməyə gedirsən. Müəllim, olar bir var yox qızla bayra gedəm gələm. Olar qızım, qrupava gedin. Ay Allah, dərsimi oxumamışam. Görən müəllimə nə bəhanə eləsəm inanlar. Qızdırmam qalxıb, xəstəydim, nə deyim? Ayda zəh vuruldu, müəllim mən öldürəcək. Uşaqlar, minlərlə insan vaxtında təhsil almadığından peşmançılığını çəkir. Siz də peşman olmamaq üçün təhsilinizi alın. Unutmayın, təhsil sizin gələcəyinizdir. Mən isə həmişə həyatımda bütün varlığımla keçdiyim həyat yolu ilə məktəbə borcluyam, müəllimə borcluyam. Ətərsən ana. Allah canımı asiyyə ilə qutarardım. Ayda mama, nə oldu? Nə dedim sənə? Ananız ölsün, siz elə anasız qalın. Hayda. Allah, mən niyə yaratdın elə zulüm çəkməyə Allah? Ömür boyu zulüm çəkməyə yarattın, mən al canım tutarsın. Nasıl kartofu soymusan mı? Baş səni şiltim olasan. Şas qalasına belə qız səni. Az bu kartofu telefon oynayana soymusan az. Bu kartofu niyə qalın soymusan belə? Zay eləmişsən ey kartofu təmiz. Ay səni şas qalasan Allah. Kimin balasına lağ eləyirəm Allah, öz qabağıma çıxır ayam. Sara gedirsən? Günaygilə. Niyə Günay bizə gəlmirsən, Günaygilə gedirsən? Nə bilim, imama deyir sizin evdə rahat olamıram. Bizdə rahat olmur. Sevdanın da qızı yaman qazdı şeydir. Hər adamın evini bəyənmir. Gedirsən qardaşını da apar. Ay mama, cəmaatın evinə qardaşımı necə aparır? Dedim, gedirsən qardaşını da apar. Dədən qızımsan ki, dəli şeydir. O eşeğe yatırıb buradan qırma. Demir ya bu qız yenə hara sülənməyə gedir. Və sən axır vaxtı yaman süləngi olmuşsan. Onlarda o gördüyün Con əmidir. Mənim ən yaxın dostumdur. Sən ona böyük əmi və sadəcə Con əmi də deyə bilərsən. Bizdə. Anasına söylüyorum, anasına. Nətər söylədin, söyle. Qaynanasına, dədəsinin kəlləsinə söyle. Zaur, anana nətər söyləyirsən, nə söylür yatmışdım sən. Var yoxuna söyle, var yoxuna söyle. Əmiyə göstər ki, əmiyə durdur.
Köpolun adamı bir ayda 45 tane toya çağırır. Ha, bu kostyum tam mənim deyiləni bir. Gecə yatanda da kostyumla yatıram ki, da sabah durub toya gedəcəm. Yenirəm ki, mənim axşam məni yuxudan durğuzur ki, ay bala sən toyda atılış eləyirsən, sən nə qarısan, toy atılış eləyirsən. Ay, toy mahnıları əzbərləmişəm. Qudam var, mehriban. Ay, məni psixoloq yanına aparır. Mən dəli olmuşam, mənim başım xarab olub. Ay, evdə mənim qavama yemək gətirir. Çarxıb cibimdən mamaz xadır pul verirəm. Elə bilirəm ki, toyda həmən belə şey olar. Sarfetə götürürəm ev dağızımı silməyə. Baxıram ki, dəvətnamə götürmüşəm. Ev dəvətnamə ilə doldu ya ki. Məhəlləmizdə bir taksi var. Bir dəfə ondan arasına getmişəm. Durun mən toyuna çağırıb. Xotuq. Sən mən toyuna çağırsan, sən nəyinəm mən? Daha qışda qaz yandırmayacağam. Ev dolu dəvətnamə ilə. Deyir dəvətnaməni yandıra qışı yola verəcəm. Bu tanışlarıma deyirəm. Mən qızmısınız. Gərək hamınız arabadan alsınız. Bir ayda 45 lirə dəvətnamə də. Sarsağın küçükləri mənim 300 manat maaş alıram. Bir ayda 40 lirə toy mənə tər yola verim. Yöndəl olmuşam mən. Öz-özümə duzduğum yerdə toy mahnıları oxuyuram. Qoşa çiğnə Allah. Xaricilərdə. Hey ana, mən çox gözəl bir it tapmışam, ona sahiblənmək istəyirəm. Wow, Johnny, çox gözəl. Sahibsiz itlərə həmişə sahib çıx. Heyvanlara qarşı həmişə mərhəmətli ol, oğlum. Bizdə. Dədə, mama, it tapmışam, buna bax saxlayacağam. Bu dədəni hardan tapıb gətirsən? Bitbilə də tullayır, hardan almışsan apar tulla yerinə? Özümüz yemək tapırıq, yeməğində durub it saxlayacaq. Bunu hardan tutub gətirmisən, Sənin tayların 5 dənə araba saxlayır, bu da harda it var tutub gətirir. Deyit maman, Sivas Kanqalabay, qav, bütün gün darışı belə ayağımızı yeyir. Az mən saxlayacağım bunu. Ay, ama bax, hardan almışsan o cüzə yəni tapar tulla yerinə. Evdəki itlər azıq yerdə, özüm yemək tapıram yeməyə. Deyitlərin axşama qədər hürür, qav. Az mənim nənəm it deyirsən sən, sənin dediyin görün. Nirvləndin dedim valla. Onlar da sözlülük. Merhaba Enes, ben arkadaşlarımla buluşmaya gitsem. Tamam olur hayatım, kendini koru. Tamam olur hayatım. Bizdə nişanlı olanlar. Mazahir, mən padroqalarımla şəhərə çıxıram gəzməyə. Hara çıxsan az görüntülü zəngilə görün nə geyim sən əyningə. Nə qarım görüntülü zəngili nə geymişəm, zəng eləyə bilmərəm, tələsirəm. Zəng elə baxacaq. Heç ara qoymuram səni, otur karavanda. Sən kimsən ki, mən harasa qoymayasan? Heç mənim işimə dədəmlə nənəm qarışan, mən atamla anam. Sən kimsən ki, mənim arası getməyə mən? Sadəcə motora da başımı xarab eləmə. Az kirkələ ilə dilləşmə. Allah, mənim qızım ölközünə qoyulaz şey deyil. Sadəcə motorunda sonra başımı xarab eləmə məni. Sən kimsən ki, mənim işimə qarışdın? Xoşuna gəlmir, gəl üzüyünü götür apar. Yaxşı, nə olar, mamamı göndərirəm, üzüyü gəlsin götürsün. O gədə nişanı qaytara var, sənin təzə rəngi bir evdən götürəcəm, qanca. Mama yeməyin ha var. Rədd ol ayna, mama demə, mən səni danışdırmıram. Ben ne diyeyim? Qəzənfər deyimsən, mama deməyəm, bana ne diyeyim? Sağ dedim məni danışdırma, rədd ol buradan. Pəncərələri silirəm, mamam bunu görməz. Evləri səlqəyə sallam, mamam bunu görməz. Evləri tostoranlayıram, mamam bunu görməz. Qavları yiyirəm, mamam bunu görməz. Amma bircə dəqiqə telefon əlimə alan kimi. Az o telefon niyə 5 dəqiqə yerə qoymuşsan? O sənin gözünü çıxartmadı. Dur bir iş alatdan ha. Cəmaətin qızları görmürsən mamasının əlindən tutur. Gör Fərdənin qızları bir dəfə qoyur maması bir iş görsün. Axşama qədər işləyirlər. Bu da telefon əlində TikTokdan çıxmır. Çilavek paq gəldi. Fıçıqı. Bir dəfə deyirəm ki, dədəm işdən gəldi. Fıçıqı. Durum qavana bir çay qoyum lan ha. Sən işkaz qalansan. Vay, az bir çölə çıxın, az qonağınız gəlib. Elə bir-birimizi ancaq xeyirdə şərdə görürük. Nə tərsən yapacaq? Sen Allah yetersin. Az senin geden hanım. Dur görüm artık az bu. Boy. Az benim geden de böyle zibilli değil. Zorabı bir tarafta ne bileyim. Az bu sigaret çekir. Üf, sigaretin iyisine bakayım. Az gebirden dur uzargayım bunu yuxudan. Az sen ne danışsan yatı bakın hadi. Sen ki geldin o kapıya tepsi vurup dap. İçeri girdin. Derem ben yuxudan duraram. Az ben mazandaran ayısıyım. Ben kışta yuxuya giden ayıyam. Sen ne danışsan. Çocuk ben benim üstüne dombala kaç. Ben yerinde yuxudan durmaram. Ben ayıyam. He yat ben çıkıram otaqdan. Get. Çık. Mənim gedəm kimi dırhadır deyir. Səndən niyə belə mənim bax belə zəhləm gedir? Saniyə belə nifrət edirəm. Sıfatına sıxırım sənin, sıfatına ayarmaz. Aydil dəvə pazar görüm onu. Onun içinə zivil qoymasan gəlmirsən də sən. Yaxşı gələm. Ayaq hamıda var. Əsas olan hörmətlə gəzməkdir. Gedəni saxlamaqdansa, təpiyi vurub getdiyi yeri tez satdırmaq lazımdır. Mən bu günümü yaşayan insanam. Sabah nə olacaq düşünmürəm. Çünki sabah ola bilər, amma mən olmaya bilərəm. Ay, spirgə baş, uzaqlaş ya burada. Reis, video çəkirdim, gedirəm.
Bunların cavabını verərdimi? Prosto nəysə, xotum yox idi. Mən də verərdim. Allah şeytana nəhlət eləsin. Nəysə sən məni tanımırsan. Pul əl çirkidir. Bu gün məndə, sabah səndə. Pula görə sevən qız da elədi. Bu gün məndə, sabah səndə. Dünya gözəl olsaydı doğularkən ağlamazdıq. Dünya təmiz olsaydı ölərkən yuyulmazdıq. Canımdan can çıxdı, ağlımdan sən çıxmadın. Nəyimə lazımdır qum dənəcikləri qədər dost? Külək əsəndə hamısı uçub gedirsən. Uy ay yetka, sən canım bağışda görmədim. Ay, sənin həştər xəndə yətənlərinə. Ay Allah, sən özün balalarımın işini düzəlt. Sən özün balalarıma can sağlığı ver, uşaqlarımı qoru. Amin. Ay qızım, sən şikast qalasan, topal qalasan səni. Sadəcə